Agah olun, mənim əhdim dediyim sözlərdədir və dediklərimin hamısına zəmanət verirəm. Çünki bu sözlər həqiqətdir və həqiqətdə tərəddüd yoxdur. Zamanın ibrətləri insanı qarşıdakı cəzadan qoruyar, təqva isə qəlbi şübhələrdən saxlayar. Haqq ilə batilin qarışdığı anlarda yol göstərər. Bilin ki, əzab və sınaq günləri yenidən qayıtmışdır. Elə bir zaman gəlir ki, insanlar bir-birinə qarışacaq. Aşağıda olan yüksələcək, yüksəkdə olan enəcək. Hamınız imtihandan keçiriləcəksiniz, ayrılacaq, ələnəcək və qaynar qazan kimi çalxalanacaqsınız. And olsun Allaha, mən heç nəyi gizlətmədim, heç vaxt yalan danışmadım. Bu günün gələcəyini əvvəlcədən bilirdim. Agah olun, günah, yüyəni qırılmış azğın ata bənzər. Ona minənləri alova sürükləyər. Təqva isə itaətli bir milikdir. Sahibini təhlükəsizliyə və nizata aparar. İki yol var. Biri haqq yoludur, doğru və xilas edən. Digəri batil yoludur, azdıran və məhvə aparan. Batil yolun yolcuları çox ola bilər, lakin çoxluq həqiqət demək deyil. Əgər haqq zəifləyərsə, onu dirçəltmək sizin əlinizdədir. Seçim isə hər zaman insanın öz qəlbində başlayır.